futbolcu Azərbaycan çempionatında 14-cü turun sonuncu oyunu. Siyəzən və Star Bakı komandaları üstə gəlirlər. Hörmətli izləyicilər, 14-cü turun son maçı. Siyəzənlə Star Bakı qarşılaşır. Siyəzənin şansları qalmayıb, Star Bakınınsa çox az da olsa şansları var. Ancaq hər iki oyunda qələbə qazanmalı və növbəti turda da digər rəqiblərinin xal itirmələrini gözləməlidir. Olur ki, işlər çətindir. Star Bakının növbəti mərhələyə play-offa yüksəlməsi üçün. Komandaların heyətləri. Siyəzən 12 Mövlan Kərimov, 4 Yusif Kərimov, 6 Haqverdi Həsənov, 77 komandanın kapitanı Vüsal Hüseynov, 9 Rəhman Quliyev, 5 Fuad Məmmədzadə, 53 Orxan Nuriyev, 7 İlham Hüseynov. Star Bakı 1 İlkin Hacıxanov, 12 Eldar Əliyev, 5 Elvin Mirzəyev, 7 Cavid İbadov, 9 komandanın kapitanı Xətai Ramazanlı, 11 Fərid Beybutov, 22 Ceyhun Yusifli, 8 Rəsul İbrahimov, 17 Elmir Xəlilov, 61 Qərib İbrahimov, 6 Şahin Abdinov, baş məşqçi İslam Mirzəyev, oyunun hakimləri Elgün Hüseynov və Ramil Namazov. Hakimin işarəsi gözlənilir. Fit səslənir və maç başladı. Star Bakının 16 xalı var. Onlar 5 qələbə qazanıb, 1 heç-heç edib, 7 dəfə məğlub olublar. Topladıqları 16 xalılar hazırda 11-ci sıradadılar. Amma qələbə qazanacaqları təqdirdə Borçalı və Bakı 145-i qabaqlayaraq 9-cu sıraya yüksələ bilər. Star Bakı belə bir imkanı var. Siyəzən isə 11 xalla 13-cü sıradadır. Onlar 3 qələbə qazanıb, 2 heç-heç edib, 8 oyunda isə məğlub olublar. Qərib İbrahimov topladı. Star Bakı həmləsi ötürmə Xətayı endirir topu Ceyhun. Ceyhun Yusifli. Qəribdən sağa ötürmə qeyridə qalınır. Top meydandan çıxdı, out. Haqverdi, Rəsul. Orada 50 oyun var idi. Mövlan Kərimov. Mövlandan irəli ötürmə, Rəsul İbrahimov qarşıladı. Haqverdi, Həsənov götürür topu. İlhamla oynadı. İlham Hüseynov. Zərbə vurdu, dəqiq alınmadı. Geriyə ötürmə Ceyhun Yusiflidən. İlkin Hacıxanov orada Xətayı topu buraxdı, amma Haqverdi indi topla. Həsənov, İlham, Hüseynov, Rəhmanla oynadı. Rəhman, Quliyev vurur İlkin Hacıxanov. Çıxardı topu oradan. İlham, daha bir zərbə qeyridə.
Qəribdən ötürmə. Top meydandan çıxır. İkinciden zərbə. Fərid Beybutov. Xətay Ramazanlı ötürmə qapı qarşısına. Top meydandan çıxdı. Mövlan Kərimov. Ötürmə. Oyun sürətli başlamayıb. İlkin Hacıxanov təzyiq var. Qərib. Ötürmə sola Ceyhun. İlham orada topu almağa çalışdı. Fərid. İlhamdan daha bir müdaxilə. İlkindədir top. Hacıxanovdan irəli. Rəsul başla topa toxunur. Vüsal Hüseynov haqq verdi. Topu saxlamaq mümkün olmadı. Qərib. Qərib. Rəsul oynuyor. Rəsul İbrahimov. Fərid. Beybutov ötürdü topu. Beybutov. Qəribdədir top. Qərib İbrahimov. Fərid Beybutov. Qərib. Star Bakı hücumunu izləyirik. Qərib İbrahimovdan ötürmə Rəsula. Rəsul. İbrahimov, Xətay Ramazanlı. Orada Rəhmandadır indi top. Siyazan futbolçuları aldılar topu. Fuad Məmmədzadə. Vüsal Hüseynov ötürür topu. Vüsal. Rəhmanla oynuyor. Rəhman. Haqq verdi. Həsənov. Top meydandan çıxdı. Out. Haqq verdi. Fuad Məmmədzadə ötürdü topu qapçıya. Mövlan Kərimov. Mövlan baxır rəli, ötürmə. Top uğrunda mübarizə orada. Yusif, daha doğrusu Rəhman topladı. Rəhman Quliyev ötürmə sağa. Vüsal Hüseynov. Vüsal. İlhamla oynadı. İlham Hüseynov çevrilməyə çalışdı. Alınmadı. İlkin Hacıxanov. Qərib İbrahimov. Topladı Qərib. Ondan irəli ötürmə. Sağ cəhddə hücum davam edir. Ceyhun geriyə. Rəsul. Rəsul İbrahimov. Ötürdü topu Qəribə. İbrahimov. Ceyhun Yusifli ilə oynadı. Ceyhun. Çevrildi Ceyhun. Baxdı qapıya. Yusifli. Top qapının üstündən keçir. Qapıdan zərbə. Mövlan. Mövlandan ötürmə. Top qapçıda. İlkin. Fuad Məmmədzadə. Vüsal Hüseynov. Qərib. Qərib İbrahimov. İlkin. Hacıxanov. İlkindən ötürmə başla orada. Qarşıladı. Mövlan Kərimov. Ceyhun Yusifli. Ceyhun çevrildi. Geriyə oynadı. Qərib topu bıraxdı Xətay üçün. Xətay Ramazanlı. Xətaydan ötürmə. Araya girdi orada topu götürməyə çalışdı Vüsal. Fuad da qoşuldu bu mübarizəyə. Ancaq Rəsul geriyə oynaya bildi. Qərib. Top keçmədi Fuaddan. Rəsuldadır top. Rəsul. Rəhman. Rəhman Quliyevlə Siyazan hücumu. Rəhman. Quliyev. Quliyev. Zərbə vurdu Ceyhun. Vüsal Hüseynov. Top verəliyir. Siyazan daha bir hücumu. Vüsal keçməyə çalışdı rəqiblərini. Hüseynov çata bilmədi topa. Top meydandan çıxır. İrəli ötürmə Qəribdən. Ötürmə. Fərid Beybutov.
İlham. Vüsal. Hak verdi Həsənov. Hak verdi, ötürür Rəhmana. Rəhman Quliyev çəkdi mərkəzə Rəhman. Quliyev keçdi, Allah keçdi Rəhman. Quliyev zərbə vurur, İlkin Hacıxanov topu götürür. Fərid Beybutov, ara türməsi Xətai. Zərbə alınmadı. İlham. Orada bir-birinə mane oldular Rəhmanla. Rəsul. Rəsul ötürmə keçmədi. İlkin. Ceyhun topu saxladı meydanda. Yusifli. Rəsul İbrahimov. Xətai. Xətai orta. Vüsal aldı topu sağcaha. Hak verdi Həsənov. Hak verdi Həsənov zərbə vurdu. Dəqiq alınmadı. Qərib İbrahimov. İlkin Hacıxanovdu topla. Qərib. Rəsul İbrahimov. Rəsuldan ötürmə bir qədər geriyə. Qərib yenidən topladı. İbrahimov. Rəsul oynadı. Rəsul geriyə. Qərib. Təzyiq edir orada İlham. Geriyə oynaya bildi Şahin Abdinov. İlkin. Şahin Abdinov. Aldılar yenə topu Siyəzən futbolçuları, amma bu dəfə də yararlana bilmədilər. Neçənci belə imkan, neçənci belə əks-hücumdur ki, Siyəzən qaçırır. Xətai. Rəsuldan geriyə Qərib. İbrahimov irəli oynadı, başla, qarşıladılar. İndi uzaqlaşdırır topu oradan Mövlan, top İlkində. Hacıxanov. Fərid Beybutov. Qərib İbrahimov. Rəsul. Rəsul yaxşı. Cəhd idi, Orxan Nuriyev çıxardı top meydandan. Out. Rəsul. İbrahimov. Ara ötürməsi. Xətai orada zərbə də vurdu. Topu meydandan çıxarır Mövlan Kərimov. Rəsul əli imkan. Bu da qaçdı. Hər iki tərəf hələ ki imkanlarını qaçırırlar. Fərid Beybutov Qəriblə oynayır. İbrahimovdan ötürmə. Rəsul çevrilməyə çalışdı. İlham uzaqlaşdırır orada topu. Qəribdən başla geriyə. Qərib. Mövlan. İlham aldı topu. Siyəzəndən daha bir həmlə. Fuad boş idi axı. Fuad Məmmədzadə boş idi. Rəsul İbrahimov. Sağa ötürmə, Şahin istiqamətində orada Mövlan uzaqlaşdırdı topu. Qapıdan zərbə İlkin Hacıxanov. Qərib. Rəsul ötürmə. Bugün Rəsulun maraqlı ötürmələri var. Out. Şahin. Çevrilməyə çalışdı orada. Elmir Xəlilov alınmadı. Hak verdi Həsənov. Daha bir imkan. Hak verdi. Keçdi rəqbini. Həsənov. Sonda Rəsul çıxarır topu meydandan. Küncdən zərbə. Fuad Məmmədzadə. Top sonda burada Siyəzən futbolçularından çıxır. Fuad Məmmədzadəyə dəydi son olaraq top. Out.
Qərib. Fərid Beybutov sol cəhətə irəliləyir topla Fərid və topu çıxardı. Mövlan Kərimov. Outstar Bakının. Şahin Abdinov. Şahin. Orada topu aldı. Rəhman Quliyev 2-1'dir. Rəhmandan ötürmə sağa hak verdi. Həsənov. Və nəhayət bu maçda gol vurulur. Hesab açılır. Hak verdi Həsənov. Əks hücumların birində nəhayət ki hesabı aça bildi Siyəzən. Qərib İbrahimov topladı. Dötürmə Rəsul qapı qarşısına. Top meydandan çıxır burada. Elmir Xəyalovun zərbəsi alınmadı. Siyəzən komandası oyunda hesabı açdı. Qolun müəllifi 6 nömrəli oyuncu. Hak verdi Həsənov. İrəli ötürmə Qərib. Hak verdi Həsənov və top ilkindədir. İlkin Hacıxanov. Qeyd etdiyim kimi Siyəzən komandasının heç bir şansı yoxdur növbəti mərhələ üçün. Star Bakı isə hər iki oyunda həm bu maç, həm növbəti maçda qələbə qazanmalı. İsə gəl rəqiblərinin də xal itirməsini arzulamalıdır, gözləməlidir. Yəni, çox şey asılıdır rəqiblərin oyunlarından. İlkin Hacıxanov, Qərib İbrahimov. Ötürmə Fəridə, Fərid Beybutov, sağ cəha. Rəsul yenidən Fərid. Top meydandan çıxır, out. Qərib ötürdü cəha, Şahin. Abdinov, Abdinov keçdi, Şahin. İlhamdan çıxır top. Ötürmə qapı qarşısına hak verdi Həsənov. Topla irəliləyir, hak verdi. Ötürmə İlham istiqamətində əla olundu. İlham Hüseynov 2-0. Hak verdi, bir gol, bir asist. Özdə necə asist? Yardı, kəsdi orada müdafiə xəttini. İlham Hüseynov hesabı 2-0 edir. Fərqi 2 topa çatdırır Siyəzən. Star Bakının play-off ümidləri azalır. Siyəzənin ikinci gol müəllifi 7 nömrəli oyuncu İlham Hüseynov. Son turun oyunlarını nəzərinizə çatdırmaq istəyirəm. 15-ci turda hansı oyunlar keçiriləcək? Siyəzən Azdurla qarşılaşacaq. Star Bakının rəqibi Gənclər Birliyidir. Bu baxımdan Star Bakı bugünkü oyunda mütləq qələbə qazanmalıdır. Amma hazırda hesab 3-0 olur. 3-0 olur hesab. Dubledir İlham. İlham Hüseynov. 3-0. Bir dəqiqəyə dubletti İlham. Siyəzən Star Bakının play-off ümidlərinin üzərindən xətt çəkməkdədir hazırda. Digər oyunlar. Borçalı Ateşkah Suraxanı, Lənkəran Lerik Əvilə, Cənub Storm Din İdman Cəmiyyəti, Galaxy Bakı 145 və birbaşa Buxar Zirə Sumqayıt oyunları olacaq. Və maraqlı bir məqam. Bu maçda Siyəzən qələbə qazansa, Lənkəran play-offa yüksəlir.
Ötürmə. İrəli. Top ilkində. Şahin Abdinov. Rəsul Fəridlə oynadı. Beybutov. Qırmızı vərəqə göstərildi. İlham Hüseynova. Etiraz var Siyazən tərəfindən. Maçın 19-cu dəqiqəsində 2 qol müəllifi İlham Hüseynova qırmızı vərəqə göstərilir. Etiraz edir Siyazən futbolçuları. Bu qərarla razı deyirlər. Azlıqda qalır 5 dəqiqə müddətində azlıqda qalır Siyazən. Və ilk dəfədir ki, çempionat ərzində bir futbolçu 2 qırmızı vərəqə alır. İlham Hüseynov bir qırmızısı var idi, bu da onun ikinci qırmızı vərəqəsi olur. Top qəribdədir. Fərid. İndi qərib! İbrahimov! Əla zərbə, əla qol. 3-1 fərq azaldır. Qərib İbrahimov. Rəqibin azlıqda qalmasından dərhal yararlanır. Star Bakı fərqi azaldır. Qolun müəllifi 61 nömrəli oyuncu Qərib İbrahimov. Fuad Məmmədzadə geriyə. Orada top itkisi Xətai irəliyir. Xətai çəkdi sağına. Xətai ötürdü Fəridə. Beybutov. Daha bir ötürmə Şahin. Fərid aldılar. Topu qayda pozulmayıb. İrəli ötürmə Mövlandan. Qərib İbrahimov. Ötürmə Xətai. Fərid Beybutov. Qüvvətli zərbə idi, amma top qapının üstündən keçir. Xətaidən geriyə. Qərib. Xətai ötürmə qapı qarşısına. Topu uzaqlaşdırır oradan. Vüsal Hüseynov. Haqverdi Həsənov. Vüsal Hüseynov topladı. Vüsaldan geriyə. Mövlan topu irəli vurdu. Qərib İbrahimov. Şahin Abdinov. Qapçıl oynadı. İlkin Hacıxanov. Ondan irəli. Xətai. Ramazanlı. Rəsul İbrahimov. Şahin Abdinov. Qəriblə oynadı. Qərib İbrahimov.
İbrahimovdan sağa Şahin Abdinov zərbə vurdu qeyri dəqiqə alanda. İrəli ötürmə. Top meydandan çıxdı, out. 5-ci oyuncu hələ ki qoşulmayıb siyazəndə. Rəsul İbrahimov topla ötürmə qapı qarşısına, topu çıxardılar meydandan. Qərib, Şahin, Abdinov ötürmə, haqq verdi Həsənov, Şahin Abdinov aldı topu, 50 oyun. Oyun. Qərar Siyazənin lehinədir. İrəli ötürmə Mövlandan. Şahin çıxardı top meydandan, out. Fuad. Haqq verdi, dönməyə çalışdı, itirdi topu sağ cəha. Vüsal ötürmənin qarşısını kəsir. Vüsal Hüseynov irəliyir topla. Vüsal Hüseynovdan sağa Orxan Nuriyev. Orxan gözlədi geriyə, haqq verdi. Haqq verdi Həsənov. Tamamdır 5 dəqiqə. Rəhman Quliyev qoşuldu oyuna. İrəli ötürmə. Fuad başla indirdi. Qəribdən qapıcıya. Fərid Beybutov. Aldı topu Orxan. Fuad. Fuad Məmmədzadə. Fuaddan geriyə Mövlan. Qərib. Qərib İbrahimov. İbrahimov sola Rəsul oynadı. Rəsul İbrahimov. Xətai. Fərid orada. Haqq verdi topla. Haqq verdi. Keçdi rəqibini. Qayda pozulub. Qərar nə olacaq? Daha bir qırmızı vərəqə. Daha bir qırmızı vərəqə. Qərib İbrahimova göstərilir bu dəfə. Rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə göstərilir Qərib İbrahimova. Meydandan çıxır, uzaqlaşdırılır Qərib İbrahimov. Playoff şansları çox azalır. Çox azalır. İndi azlıqda oynayan tərəf artıq Siyazən deyil, Star Bakıda. Və hesab da 3-1'dir. Fit səslənir, haqq verdi. Ötürdü topu, Vüsal, daha bir pas, Orxan, Fuad, Fuad Məmmədzadə, Fuaddan ötürmə qapı qarşısına, daha bir ötürmə, Vüsal, Hüseynov, Hüseynov, Fuadla oynadı, daha bir pas, zərbə olacaq mı? Orxan, Orxan Nuriyev, Vüsal, Orxan, Vüsal və Fuad. Hücum beləcə başa çatır və ilk hissə də başa çatır. Siyazənin 3-1'lik üstünlüyü ilə fasiləyə yollanırıq, hörmətli izləyicilər. İkinci hissədə yenidən Bakı Tenis Akademiyasına bağlanacağıq.
Hörmətli izləyicilər, Siyazan Star Bakı oyununda ikinci hissə başladı. Gördüyünüz kimi meydanda azlıqdadır Star Bakı. İlk hissənin sonunda Qərib İbrahimova qırmızı vərəqə göstərildi və azlıqdadır. Star Bakı hesabda da geridədir. İndi Fərid Beybutov, korner. Çempionatda 5 komanda var ki, onların mövqeləri artıq dəqiqdir. Zirə birinci yerdir, birbaşa ikinci. İndi başla zərbə qeyri-dəqiq alındı. Aznur üçüncü. Cənub Storm 15-ci, Gənclər Birliyi isə 16-cıdır. Bu 5 pillənin sahibi dəqiqdir. Digər 11 yerin sahibi isə hələ tam dəqiqləşməyib. Haqverdi irəliləməyə çalışdı, top meydandan çıxdı. Haqverdi irəliyir. Orada aldı topu Xətai. Fərid Beybutov yaxşı keçmişdi. Uzaqlaşdırır topu orada. Qapıcı Növqan Kərimov, top İlkin Hacıxanovdadır. İndi Fərid Beybutov. Rəhman. Rəsul İbrahimov. Fərid. Fuad ötürmə qapı qarşısına. Dördüncü gol vurmaq olardı. Korner. Fuad. İlkin. Fuad və İlkin topu götürür. Və play-off'la bağlı onu qeyd edim ki, son turda əgər Buxar birbaşanı məğlub etməsə, Aznurla Buxar Galaxy ilə isə Sumqayıt qarşılaşacaq play-off mərhələsində. Haqverdi Həsənov ötürmə, Fərid qarşısını kəsdi, irəliyir topla Fərid Beybutov. Beybutov sol canatdan getdi Fərid. Zərbə vurur, topu götürdü Mövlan. Rəhman sola. Orxan irəliyirdi, Xətayı çıxardı topu meydandan. İkinciden zərbə. Sağ zərbə, top qapının üstündən keçir. Şahin Abdinov. Top orada dirəyə də dəydi, qayıtdı. İndi Siyazan hücumdadır. Ötürmə sağa, Haqverdi. Həsənovun zərbəsi. Başla zərbə alacaqmı? Yox. Rəhman yenidən Haqverdi. Həsənov. Xətaydan qayıtdı top. Fərid. Ötürmə Rəsula. Orxan. Orxan Nuriyev irəlilədi. Orxan top meydandan çıxdı. Out. Out olacaq. Fuad Məmmədzadə. 30-cu dəqiqədə oyunda Haqverdi Həsənov. Vüsal, Fuad geriyə. Xətai. Top meydandan çıxdı. Out. Siyazənindir. Haqverdi Həsənov. Ötürmə top Şahindən çıxdı. Out. Həsənov. Növlan Kərimov təzyiq Vaydona, top meydandan çıxır, out.
Xətai top oyuna daxil etdi. Say bərabərdir artıq meydanda. Görək Star Bakı. Özünü toparlaya biləcəkmi, özünə gələ biləcəkmi, bu maçı çevirə biləcəkmi? Zərbə Mövlan qaytardı topu. Ceyhun daha bir zərbə top keçmədi. Ceyhun Xətai Ramazanlı döndü orada Mövlan topu götürür. Mövlan Kərimov irəli oynadı Orxan istiqamətində. İlkin Hacıxanov. İlkin başla topu önünə atdı. Top meydandan çıxır, out. Star Bakı üçün qələbə. Playoff üçün şansları qorumaq deməkdir. Sarı vərəqə göstərilir Orxan Nuriyevə. Out. Şahin. İlerletürmə. Rəsul endirir topu. Xətai. Şahin. Abdinov. Haqverdi Həsənov. Haqverdi yaxşı hərəkətlər, amma ötürmənin qarşısını Fərid kəsdi. Xətai. Top çıxır meydandan. Qapıdan zərbə. Mövlan. Orxan Nuriyev. Ceyhun. Yusifli. İndi Fərid Beybutov və top meydandan çıxır. Topladı Rəsul İbrahimov. Fərid Beybutov. Beybutov ötürmə. Fuat Haqverdi Həsənov. Haqverdi Həsənov. Sağcan ötürmə Vüsaldan Haqverdi topu qəbul etdi dizi ilə. Həsənov ötürmə sola. Rəhmandı topla. Rəhman Quliyev. Quliyev ötürdü Fuada. Məmmədzadə vurur ilkin. Fərid Beybutov sola. Fuad qarşısını kəsdi ötürmənin. Mövlan ondan irəli. Orxan başla. Zərbə amma dəqiq alınmadı. Fərid Beybutov ötürmə Haqverdi Fuad. Haqverdi Həsənov top meydandan çıxır, out. Orxan Nuriyev topladı. Orxan Nuriyev çevrildi. Ötürmə Ceyhundadır top. Rəsul, sola Şahin Abdinov. Ötürmə Xətaydan. Top keçmədi. Out. Xətay Ramazanlı, Ceyhun, Yusifli dönməyə çalışdı. Orada top meydandan çıxır. Dünən keçirilən oyunlardan birində ən azı 4 rekord birdən qırılıb. Söhbət Aznur Gənclər Birliyi oyunundan gedir. 26-2 hesabı ilə yekunlaşdı həmin maç. Fərid Beybutov hücumdaydı. Star Bakı korner olacaq. Həm bir oyunda ən çox gol vuran klub oldu. Aznur 26 golla.
En çok gol vurulan oyun oldu 28 golla. Bir oyunda en çok gol vuran oyuncu oldu Əskər Alışanov 11 golla. Ve bir sezonda en çok gol vuran oyuncu da artık Əskər Alışanov'du. Ümumilikdə bu mövsümdə vurduğu 26 golla. Xətai zərbə qeyri-dəqiq qalındı. Ve daha bir rekordu qeyd edim bu mövsümlə bağlı. Bundan əvvəl bir mövsümdə en çok, indi bu hücumu izləyək, Fuad Məmmədzadə irəliyir. Fuad alınmadı. Hak verdi boşdu cərimə meydançasında. Yusif Kərimov. Yusif top meydandan çıxır. Bundan əvvəl bir mövsümdə en çok 192 oyuncu gol vurub. Bu mövsümdə isə 194 oyuncu fərqlənib və bu rekorddur. Yəqin ki artıq 200'ə çatması real deyil. İndi hak verdi. Həsənov toplar ələyir. Qapıcı topu götürdü. Çünki gol vurmayan çox az oyuncu qalıb və onların da bir turu qalıb cəmi. Hak verdi Həsənov. Hak verdidən ötürmə. Zərbə. Soldan alınmadı. İndi Xətai. Xətai. Alınmadı. Mövlandan irəli ötürmə. Rəsul. Rəsul. Əla hərəkətlər ondan. Solcan ötürmə Xətai. Ceyhun. Ötürmə keçmədi. Out. Rəsul İbrahimov. Ötürmə Şahin Abdinov. Şahin direğe dəyir top. Ceyhun daha bir pas. Xətai zərbə alınmadı. 50 oyun Xətai'dən. Ramazanlı orada özünə qarşı qaydanın pozulduğunu bildirirdi ama daha əvvəl top onun əlinə dəymişdi. Qalxır ayağa Xətai. Ramazanlı topu siyazan futbolcular oyuna daxil edəcək. Arasında vaxt var hələ. Starbaki üçün hələ heç nə bitməyib. Bəlkə də bu dəqiqələrdə vurulacaq bir gol onları tamamilə oyuna qaytara bilər. Ancaq hücumda olan tərəf Siyazəndir. Rəhmanın zərbəsi alınmadı. Ceyhun, Xətai. Xətai, Ramazanlı. Xətai geriyə. Qayda pozulmuşdu orada Ramazanlıya qarşı. Şahin Abdinov. İlkin Hacıxanov. Şahin ötürmə Ceyhuna. Ceyhun qapı qarşısına qeyri-dəqiq alındı. Top meydandan çıxır. Out. Orxan. Orxan. Sağcan ötürmə. Hak verdi. Çalışdı. Orada topu saxlamağa alınmadı. Ceyhun, Şahin, Abdinov. Abdinov sağa. Başda toxunuş var idi. Ötürmə qapı qarşısına. Top uğrunda mübarizə. Başla zərbə alınmadı. Topu götürdü. Mövlan irəli oynadı. Hak verdi Həsənov. Hak verdi. Zərbə alınmadı. Şahin Abdinov. Top meydandan çıxdı. Out.
Rəhman hak verdi. Həsənov, Orxan Nuruyev 4-1. 41-ci dəqiqə hesabda 4-1. Xətayinin zərbəsi top yenə dirəyə dəydi. Fərid Beybutov itirmədi orada topu. Və dünən qırılan daha bir rekordu nəzərinizə çatdırım. İndiyədək bir mövsümdə ən çox gol 2023-2024-cü illər mövsümündə vurulub. Ümumilikdə həmin mövsüm 895 gol vurulub. Amma bu mövsüm hələ baxmayaraq ki, bir tur və play-off var. Artıq 923 gol vurulub. 900-cü gol dünən vurulan sonuncu gol idi. Sonuncu maçda vurulan son gol 900-cü olub. Və bugün artıq bir qədər əvvəl Orxan Nuriyevin vurduğu golla bu say 923-ə çatdı. Belə görünür, mini keçəcək bu il. Çünki hələ bu maç başa çatmayıb. 8 oyun gələn tur. 8 oyun 4-də 1 finalda. 4 oyun yarım finalda. Bir maçda final var. Yəni minə çatmaq üçün yetəri qədər oyun var hələ. İndi top uğrundan barzı Orxan Nuriyevdən ötürmə. Fuad Məmmədzadə 5-1. Beş-bir olur hesap. Lənkəran bugün play-off'u təmin edən 7-ci komanda olacaq deyəsən. Onlar belə deyək, artıq neçə tur idi ki, 6-lıq bəlli idi. Zirə, birbaşa, Uznur, Galaxy, Sumqayıt və Buxar bu 6-lığın play-off'da olacağı dəqiq idi. Top itkisi, amma səhvini düzəltdi. Bu epizodda Star Bakının qapıcısı Eldar Əliyev. Bəli, və 7-ci komanda nəhayət bugün dəqiqləşə bilər. Söhbət Lənkərandan gedir. Lənkəran bugün olduqca vacib maçda Borçalını məğlub etdi. Və Star Bakı bugün qələbə qazana bilməsə ki, bu da real görünmür. Bundan sonra 5 gol vurmalıdır Star Bakı. İndi Yusif Kərimovun zərbəsi dirəyə dəydi top. Bəli, Star Bakı bugün qələbə qazanmayacağı təqdirdə həm öz şanslarını itirir, həm də Lənkəran play-off'a vəsqəni təmin edir. 7 komanda müəyyənləşir. Geriyə yalnız bir komanda qalır. O bir yer uğrunda 3 komanda mübarizə aparacaq. Hər şey bu komandaların oyunlarından asılıdır. Rəhman ötürmə. Ən real namizət təbii ki, Din İdman Cəmiyyətidir. Çünki onlar 20 xalla 8-ci sıradadırlar və rəqibləri də 15-ci sıradakı komandanın. İndi Xətaydan ötürmə qeyri-dəqiqdir. Bugün oyunu heç cür alınmadı Star Bakının. Bəli, bu baxımdan Dinin şansı çoxdur. Bakı 145 üçün işlər çətindir. İndi Haqverdi Həsənov topladı. Haqverdi, ötürmə, Fuad, qayda pozulmadı. Hakim davam deyir. Bakı 145 həm özü Galaxy-ni məğlub etməlidir. Həm Din İdman Cəmiyyətinin, həm Borçalının məğlubiyyətinə belə deyək, məğlubiyyətini gözləməlidir ki, mərhələ adlasın. Yəni bu baxımdan
Çox azdır baş 145-in şansı. Borçalı öz oyununda qələbə qazana bilər gələn tur. Amma bu həll etmir heç nəyi. Din İdman Cəmiyyəti məğlub olmalıdır onların play-offa yüksəlməsi üçün. Eldar ötürmə, Xətainin zərbəsi top mövlandan qayıdır. Verdi Həsənov. Qayda pozulub. Fərid orada. Vüsal aldı topu. Fuaddan ötürmə Vüsala. Vüsal Hüseynov endirdi topu yerə dirəyə vurdu. Uzaqlaşdırırlar. Fuaddan geriyə. Səhv xatırlamıramsa ilk 4 turda 3 qələbə qazanmışdı Siyəzən. Hətta deyəsən ilk 3 turdaydı. Yox, ilk 3 turda bir heçəçə də var idi. İlk 4 tura 3 qələbə qazanmışdı. Ondan sonra daha bir gol. Top qapıdan keçir Vüsal. 6-1 olur hesab. Hüseynov da fərqləndi. Daha sonra artıq ardıcıl məğlubiyyətlər başladı. Yalnız keçən turda heçəçə edərək daha bir xal qazandılar Ateşkar Suraxanı ilə maçda. Və bu tur uzun fasilədən sonra qələbə qazanır Siyəzən. Siyəzənin növbəti qolun müəllifi 77 nömrəli oyuncu Vüsal Hüseynov. İrəli ötürmə. Top qapçıda. Eldar, Fərid, Beybutov. Çevrildi Fərid. Beybutovdan ötürmə keçmədi. Ceyhun. Ceyhun ötürmə. Xətai. Top keçmir. Xətai. 48-ci dəqiqədə yaralanıb. Lənkəran play-offdadır. Star Bakının ümidləri bu maçda söndü. Xətai. Nələr etdi Xətai? Nöqtəni isə Fərid Beybutov qoydu. 6-2. Hak verdi. Həsənov baxır qapıya, hak verdi. Həsənov hələ ki nə zərbə vurub, nə ötürmə edib. Həsənov geriyə çəkildi. Fərid çıxardı top meydandan, out. Siyəzən bu maçda qələbə qazanaraq bir pillə irəliləyə bilər. 12-ci pilləyə yüksəlir, Ateşkar Suraxanını qabaqlayaraq. İndi zərbə, top keçmədi, hak verdi. Hak verdi Həsənov. Həsənov. Zərbə, top meydandan çıxır. Hak verdi. Yusif zərbə vurdu, qeyri dəqiqdir. 50-ci dəqiqədir maçda. Fərid Beybutov. Beybutov top irəlilədi. Fərid Beybutov! Sevinə də bilmir. Maçın senarisi elə getirdi ki, sevinə də bilmir. 6-3. Və Rəhman Quliyevə sarı vərəqə göstərildi.
Mərkəzdən top oyuna daxil edildi. Vüsal Hüseynov topla irəlilədi. Vüsalın zərbəsi qeyri-dəqiqdir. Bitib maçın əsas vaxtı. Həmçinin Star Bakının play-off ümidləri. Ceyhun. Ötürmə sağa, Xətai, Fərid, Beybutov, Xətai Ramazanlı, zərbə alınmadı. Doxunuş var, ikincidən zərbə. Ötürmə Fəridə, Fərid Beybutov, ötürmə qapı qarşısına, Xətai, daha bir qol amma çox gec başladı. Çox gec başladı Star Bakı. 48-ci dəqiqədən sonra 3 qol vurdular. Bunu daha tez etməli idilər. Xətai, Ramazanlı fərqləndi bu dəfə. 6-4. Star Bakının heyətində 9 numaralı oyuncu Xətai, Ramazanlı fərqlənir. Ötürmə qapı qarşısına qeyri-dəqiqə alındı. Və bu da maçın final fiti. Oyun 6-4 hesabı ilə başa çatır, hörmətli izləyicilər. Oyunun ilk nəticəsi CSR 6, Star Bakı 4. Hörmətli izləyicilər, bu maçın nəticəsi ilə artıq Star Bakı play-off şanslarını itirdi. CSN bir pillə irəlilədi. Lənkəran play-offa vəsqəni təsdiqlədi. Artıq 7 komanda Zirə, Birbaşa, Aznur, Galaxy, Sumqayıt, Buxar və Lənkəran komandaları dəqiq play-offdadılar. Gənclər Birliyi, Cənub Storm, Lerik Əvilə, Siyəzən, Ateşkəh Suraxanı və Star Bakı mübarizəni dayandırıblar. Yalnız formal olaraq növbəti turdakı oyunlarını keçirəcəklər. Bakı 145, Borçalı və Din İdman Cəmiyyəti isə 8-ci, sonuncu yer uğrunda mübarizə aparacaqlar və hər şeyə növbəti turda aydınlıq gələcək, həm də play-off cütlərinə. Hələlik isə sizinlə sağlaşıram. 15-ci turun oyunlarında yenidən görüşmək ümidi ilə hələlik.